İbrahim müəllim, insanlar deyir ki, iki cür təməl sistemi olur. Sizin bu tikdiyiniz evin təməl sistemi hansındandır? Hə bəy, mən ümumiyyətlə əvvəlki videolarda da izah eləyirdim. Təməl sistemi bildiyimiz kimi iki cür olur. Ona biz el arasında monolit deyirik. Əslində REIT təməl sistemidir, bir də lentvari təməl sistemi dediyimiz. Bax, bu evin kürsü qatına verilmiş təməl, indi biz hal-hazırda kürsü qatının lentvari bərkitici kəməridir. Çox insanlar ev tikəndə bunun qalın formasını, məsəl üçün fərz eləyin ki, bu kubik qalınlığında 40-ın, məsəl üçün 40-a ya 40-ın 60-a eyni olaraq yeri texnika ilə qazdırırlar, həmin təməl sistemini, metal konstruksiyasını toxuyub almaturdan və o cür beton verib evi onun üzərində inşa edirlər. Amma biz ən çox ingilislərdə, konstruksiya sözündə ingilislərdə istifadə olunur. REIT təməl sistemi dediyimiz, hansı ki, el arasında monolit deyirlər. Yəni, evin bütün altı, istər bu divarların tək oturacağı yox, evin bütün alt hissəsi katlavanın, bax, indi hal-hazırda durduğumuz yer kiçik katlavan qazıntısıdır və bunun Pilusdakı, bax, əvvəl izah elədim əvvəlki videolarda, bunun altında iki qat tol, bax, buradan göründüyü kimi. İndi bu tol kənarda qalan hissələrdir, iş getdikcə təsirə məruz qalıb. Biz bunu təzədən qaynaq vasitəsindən bərkidəcəyik. Və biz bu evi tamamilə izolyasiya eləmişik. Hər hansı bir, yenə deyirəm, betonun ömrünü qısaldacaq və yaxud evin fasadına vurulası bütün bəzək daşları olsun, istər suvaq olsun və s. onun zamanla qopub tökülməsi, dağılmasına qarşı biz bu evin bütün təməl sistemini izolyasiya eləmişik. Amma indi hal-hazırda bu dolğu malzəmələri doldurulanda bu tollar təzədən yenə birləşdiriləcək, qaynaq olunacaq və bu hissələr tamamilə dolğu malzəmələrindən doldurulacaq. Qaraqoyunlu İnşaat. İşinizi peşəkarlara həvalə edin. Ev təmiri və sıfırdan tikintisi ilə bağlı qeyd edilən nömrələrlə əlaqə